Bilmirik 10 gün sonra ne olacak, değil mi? 10 gündən sonra bəlkə bizim hər hansı birimiz bu həyatda olmayacaq. Bəlkə 1 yıl sonra. Mənim elə sinif yoldaşlarım var idi ki, biz ondan 3 gün əvvəl görüşmüşdük, 3 gün sonra zəng elədilər, bir gecə yuxuda itirdik. Bəzilərini müharibədə getdi, görüşmüşdük, şəhid oldu, gəldi. Heç birimiz, heç kim həyatımızı bilmirik. Ən önəmli şey nədir? Biz bu dünyadan gedəndə nə aparacağıq? Bu paltarları da burada qoyub gedəcəm. Bu kulağımıza taktığımız, boynumuza, her şeyi. Hatta adımızı koyup gideceğiz. Her şeyi burada koyup gideceğiz. Hiçbir şey yaparmayacağız. En sevdiklerimiz belə bizi torpağa tapşırıp dönecekler. Onlar da bizi terk eləyəcək o anda. Bizden ne kalacak? Bir şey. Biz olmayandan 1 yıl, 2 yıl, 3 yıl sonra belə bizi hatırlayanda kimse diyecek ki adam kimi bir adamdı. Dünyamı değişenden sonra Tanrı ile üzbeüz kalsam ilk sualım ona. Olmayacaq. Yaradan hər zaman, hər gün, hər dəqiqə, hər an mənimlədir. Getdiyimdə sadəcə bir şey söyləyəcəm. Xətalarımda da, savablarımda da. Hətta bəlkə bilmədən etdiyim xətalarımın içində də səni unuttum deyə bir şey yoxdur. Ona görə mən gəldim. Xətalarımla, savablarımla buradayım.